Hamınızı xoş gördük. İcazə verin tədbirimizi mənim iştirakımdan açaq. Yəni ilk mövzu olaraq mənim mövzumdur. Mövzum Aşıq Bəhrəmin ifasında Yetim Söyün dastanında degenerativ zaman və məkan adlanır. Bu mövzu ümumiyyətlə folklorda ilk dəfə işlənmiş bir mövzudur. Dastanın özü də arxaik bir dastandır. Yetim Söyün dastanı arxaik bir dastandır və onun süjetində də çox qədim mifoloji motivlər vardır. Birinci növbədə biz başlayaq, degenerativ zaman nədir, degenerativ məkan nədir? Degenerativ zaman, biz bu vaxta qədər zamanın növlərini bilirik. Keçmiş zaman, indiki zaman, gələcək zaman bilirik. Amma dastan yaradıcılığında iki zaman tipi var. Keçmiş zaman, bir də gələcək zaman tipi. Aşığın ifasında sizin düşündüyünüz indiki zaman bərpa olunan zamandır. Yəni dastançının şuurunda bərpa olunan zamandır. Buna biz degenerativ zaman titulu kimi ad vermişik. Bu zaman növü birbaşa degenerativ şuurda formalaşan bir yaradıcılıq növüdür və bu məkan xüsusiyyətinə görə özünün degenerativ məkanını da yaradır. Qarabağ ozanları klassik dastan ənənəsini qorumaqla yanaşı, bölgənin yerli motivlərini də yaradıcılıqlarında daxil etmişdilər. Onların ifalarında Qarabağ təbiəti, qəhrəmanlıq salnamələri, sevgilər və ayrılıq xüsusilə yer tutmuşdu. Ozanların sazla müşahidə olunan dəyişmələri və dastan söyləmələri bu bölgənin mədəni həyatında canlı ənənəyə çevrilmişdi. Mötəbər mənbələrdən alınmış məlumatlardan bildirilir ki, Qarabağda aşıqlıq mədəniyyəti o qədər geniş yayılmışdı ki, hətta böyük şəxsiyyətlər yetirilmiş, o cümlədən Molla Pənah Vaqifin ədəbi məktəbinin formalaşmasında da həlledici rol oynamışdır. Qarabağ mədəni mühitin ən görkəmli nümayəndələrinin yetişdiyi əldə olunan uğur dövrü adlandırmaq olar. Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı kimi nümayəndələrin yaradıcılığında Aşıq Qərib, Abbas Gülgəz, Əsli Kərəm kimi mükəmməl dastanlar bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur. Aşıq Qurbaninin şəxsində Qarabağ mühiti özünün ilkin aşıq yaradıcılığının mərhələsini keçmiş, Aşıq Vali sənətkarlığı ilə yüksəliş dövrünü yaşamışdı. Aşıq Vali qısa zamanda Qarabağ mühitində və mühitdən kənarda Şirvanda, Dərbənddə, Gəncədə, Naxçıvanda, hətta İran və Osmanlıda da məşhurlaşmışdı. Ustad Aşıq sənətinin bütün şərtlərinə əməl edir, dastan qoşur, şeir yazır, məclislər keçirirdi. Aşıq Vali həm də aşıq havalarının yaradıcısı kimi tanınır. Zil qaytağı, baş sarıtel, orta sarıtel, Qarabağ şikəstəsi, Qarabağ ləngəri kimi aşıq havalarının yaradıcısı Aşıq Valih olduğu güman edilir. Daha sonra Qarabağ aşıq mühiti orijinal yaradıcılığı üslubuna malik sənətkarları ilə tanınmış müxtəlif dövrlərdə bu mühitin aparıcı meyillərini əks etdirən qüdrətli saz söz ustadları yetişdirilmişdi. Aşıq Nəcəfqulu, Aşıq Abdullah, Aşıq Qəmbər, Aşıq Cəfərqulu, Aşıq Əmrah və başqaları Qarabağ aşıq mühitinin davamçıları hesab olunur. Kazak diasporasının İstanbul ili Zeytinburnu'nda müzik kültürü üzerine kısa bir yolculuk. Bozkır'ın rüzgarını taşıyan Dombra melodisi yalnız bir müzik değil, aynı zamanda Kazakların hafızası, kimliği ve yolculuğudur. Yüksek lisans çalışması dahilinde yapılan görüşme ve gezilere dayanan bir çalışma olup, çalışma dahilinde İstanbul ili Zeytinburnu ilçesinde yaşayan Kazak Türkleri ile görüşmeler yapılmış olup, bulgularda çoğunlukla zaten bu kişiler üzerinden oluşturulmuştur. Ana konularımıza gelecek olursak, göç ve müzikal kimlik olarak bellek köprüsü kavramı üzerinden diasporada müzik ve kuşaklar arası aktarım bağlamında değerlendiriyor olacağım. Öncelikli olarak Kazaklar göçü ile ilgili tarihsel arka plandan bahsedeyim. Kazakların göç etme nedeni Çin yönetiminin Doğu Türkistan'da artan siyasal baskıları, 1930'lu yıllardan 1950'lere uzanan çatışma ortamı. Bu çatışma ortamını kısa birazcık başlıklardan bahsedeyim. Siyasi istikrarsızlık, Doğu Türkistan'da Çin yönetimi, yerel savaş ağları ve Sovyet etkisi arasında sürekli güç çatışmaları yaşanmıştır. Bağımsızlık isyanları, 1933 ve 1944'te ilan edilen Doğu Türkistan yönetimleri Çin ordusu ile uzun süren çatışmalara yol açmıştır. Sovyet-Çin rekabeti, bölgede iki büyük güç arasında sıkışan
ve sınır bölgelerinde yaşayan Kazaklar baskı ve kontrol altında tutulmaya çalışılmıştır. 1949 sonrası baskılar, Çin Halk Cumhuriyeti'nin kurulmasıyla göçebe yaşam sınırlanıp güvenlik uygulamalarına sertleşmiştir. Zorunlu göç ortamı oluşmuştur. Şiddet, otorite boşluğu ve siyasal baskılar Altay Kazaklarının 1950'lerden itibaren Türkiye'ye uzanan büyük göçünü tetiklemiş oldu. Göyçə aşıq mühiti və burada inkişaf edib formalaşan ustad aşıqlar haqqında araşdırmalar Sədinq Pir Sultanlı yaradıcılığında mühüm yer tutur. Sədinq Pir Sultanlı qeyd edir ki, Borçalı, Göyçə, Kəlbəcər, Gəncə, Qazaq və yaxud Kürdəmir Salyan aşıqlarının oxu üslubu, ifa tərzləri, yəni çalıb çağırmaları bir-birinə oxşamır, fərqlənir. Kürdəmir Salyan aşıqlarının ifa tərzləri isə nəinki fərqlənir, hətta onlardan tamamilə ayrılır. Məsələn, Borçalı aşığı əsasən tək oxuyur, yanında balabancı gəzdirmir, rəqs etməyə meyil göstərmir. Borçalı aşıq mühiti ilə Ağbaba aşıq mühiti el sənətkarlarının ifaçılığında tək saz ifaçılığı əsas rol oynayır. Göyçə Kəlbəcər aşığı balabansız oxuyur. Lakin məclisi Borçalı aşığı kimi tək keçirmirlər. Hətta az da olsa onların hərəkətlərində rəqs ünsürləri özünü göstərir. Göyçə Kəlbəcər aşıqları öz sələfləri olan Ağ Aşığın, Aşıq Alının, Aşıq Musanın, Aşıq Ələsgərin yolu ilə gedərək daha çox şux havalardan istifadə edirlər. Yüngül şərili, ağır şərili, Göyçə gülü, Qəmərcan, Orta Cəlili, Ayaq Cəlili kimi saz havalarında vətən torpağı, onun dilbər gövşələri tərənnüm olunur. Qazaq aşıqlar məktəbi saz söz sənətinə olan münasibətinə görə fərqlənir. Qazaq aşıqlarının səciyyəvi xüsusiyyətlərindən biri odur ki, öz sözlərini bu bölgədə yaranmış havalara uyğunlaşdırıb oxuyurlar. Sədinq Pir Sultanlı bildirir ki, Gəncə Qazaq aşığı balabansız məclis keçirmir. Bir qayda olaraq balabançının müşayiəti ilə çalıb çağırır. Gəncə Qazaq aşığının rəqs etməyə, şoxluq göstərməyə meyli güclüdür. Bu bölgədə aşıqların məclisində balabançı boş vaxt tapan kimi atmaca atır, qaravəlli deyir, adamları güldürməyə çalışır. Aşıq da buna imkan yaradır. Tədqiqatçı göstərir ki, Əsli və Kərəmdən, Dilqəmmidən qəmli havalar, Aşıq Hüseyni, Aran gözəlləməsi, Vanağzı, Ofşarı, Şah Sevəni kimi şən və şox havalar, Misri, Keşişoğlu, İrəvan Çuxuru, Qəhrəmani, Cəngi Koroğlu kimi döyüşkən havalar onların repertuarına daxil olmuşdur. Ценные сведения о народных музыкальных инструментах можно найти в эпосах, научных трудах музыковедов Средневековья, в записках путешественников. Например, прежде всего в эпосе «Манас». В докладе представлено краткое исследование звуковысотных и тембровых возможностей кыргызских народных инструментов, а также история их создания. Представлено краткое исследование и данные по коллективной игре на традиционных инструментах. Формированию оркестра кыргызских народных инструментов дается информация о попытках воссоздания национальных инструментов, а также представлено мнение искусствоведов о необходимости изучения мягких, нежных тембров инструментов на основе данных мастеров-специалистов. Именно таким образом определяются основные цели и задачи данного исследования. Это наши инструменты, которые уже вошли в жизнь, уже в наш muzikальный mir. Kanunda piyano tekniğiyle çalma çalışmalarına 2018 yılında başlamış olup bu bağlamda ilk olarak Yevgeni Grinko'nun Vals adlı eseri ele alınmıştır. Eserin kanunda piyano tekniğiyle icrası sırasında hem çalgının yapısal özelliklerinden hem de icracının fiziksel sınırlamalarından kaynaklanan çeşitli teknik zorluklar meydana gelmiştir. Öncelikle kanun geleneksel icra biçiminde sağ elde melodik ezgilerin genellikle ikinci parmakla ve mızrapla çalınması ile bilinir. Piyano tekniğine uygun olmadığı anlaşılmıştır. Bu nedenle mızrapların çıkarılması gerektiği sonucuna varılmıştır. Ayrıca eserde yer alan 8'lik notalar ve küçük aralıklarla da olsa sıralanan notalar sağ kolun çabuk yorulmasına neden olmuş ve bu durum uygulamalı olarak gözlemlenmiştir.
Piyanoda olduğu gibi icra pozisyonuna uygun ve teknik kolaylık sağlayan parmak numaraları belirlenmiş, aynı zamanda estetik bütünlüğü korunmasına özen gösterilmiştir. İcracının ellerinin fiziksel yapısı nedeniyle teller üzerinde hangi parmakların daha rahat bir kullanım sağlayacağı kişisel tercihe bırakılmıştır. Daha önce Weiss bu bildiride ele alınan German Dans numara 9 adlı eserinin kanuna uyarlanmasında da benzer teknikler uygulanmıştır. Sağ ve sol el pozisyonları ayrı ayrı çalıştıktan sonra iki elin eş zamanlı icrası sağlanmıştır. Çalışma kapsamında bu tekniğin uygulanmasını kolaylaştırmak amacıyla 8 farklı egzersiz geliştirilmiştir. Burada kısa göstereceğiz, 3 tane örnek göstereceğiz. Ve eserin icrasında önce kullanılmak üzere örnek olarak da tarafından icra edilmiştir. Xalq tamaşalarında yüksək humanist insani duyğular, şəri cəzalandırmaq, yaxşıları qorumaq, zəifin yanında olmaq, haqq və ədaləti bərpa etmək, yaxşı günahsız insanların qələbəsi və s. bu kimi müsbət keyfiyyətlər aşılanır. Xalq tamaşaları şifahi xalq ədəbiyyatının qədim janrlarından biri olaraq bu nümunələr insanların əylənməsinə xidmət edən qədim folklor nümunəsidir. Xalq tamaşaları tarix boyu müəyyən inkişaf yolu keçmiş və getdikcə təkmilləşmişdir. Xalq tamaşaları bir janr kimi formalaşana qədər folklorun başqa növləri daxilində xüsusilə epik növün janrlarının, ayrı-ayrı janrlarında yaranmağa başlamışdı. Belə ki, peşəkar nağılçılar, aşıqlar, körpələrinə nağıl danışan analar, nənələr nağıldakı hadisələrin gedişatından asılı olaraq mimika, jestlərdən, əl-qol hərəkətlərindən istifadə edərək, daha doğrusu geniş istifadə etmişdir. Bildiyimiz kimi Azərbaycan xalq tamaşalarına meydan tamaşaları da deyilir. Meydan tamaşaları açıq havada oynanılan, el-oban məskunlaşan yurdun mərkəzində, şəhər meydançasında, karvansaraylarda, bazar içində, küçələrdə, kənd mərkəzlərində kütləvi formada oynanılan sənət növüdür. Və meydan teatrı xalqın mənəvi varlığını, idrakını, təkamül mərhələlərini, dünyanın dərk olunmaz hadisələrinin münasibət, əsatir folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarda təcəssüm etdirir və üslub janrlarına görə bir bədii topludur. Meydan tamaşaları şərti olaraq 4 növə bölünür. Mərasim və əsatir şənlik oyunları, kütləvi həyat, məişət, etnomədəni oyun tamaşaları, əyləncəli səhnə oyunları, mistik xarakterli şəbih tamaşaları. Biz qeyd etdik ki, xalq tamaşaları qədim bir tarixə malikdir. Bir tamaşa üzərində bir nümunə qeyd etmək istəyirəm ki, Qarabağ məxsus topluluğunun Kəlbəcərə aid cildində Çafdar oyunu adlı bir oyun səhnəsi var və oyun var. Bu oyun səhnəsinin bu cür diqqətinizə çatdırım ki, oyun Kaftar adlı bir vəhşi heyvanın insanla vuruşmasını əks etdirir və burada Kaftar qalib gələn insanın qabiliyyəti əks etdirilir. O hilə ilə qalib gəlir, insanları Kaftarın əlindən xilas edir. Oyun ibtidai insanın dinə görüşü ilə bağlı olub, şərin üzərində xeyrin qələbəsi kimi öz əksini tapmışdır. Oyunlarda heyvan dərilərindən istifadə edilməsi maraq doğuran məsələlərdən olmuşdur. Belə ki, bu səhnənin yaradılması ibtidai insanın düşüncə tərzi ilə bağlı ola bilər. Çünki qədim insan ov səhnələrində müxtəlif heyvan dərilərinə bürünərək onlara bənzəmək yolu ilə ova yaxınlaşa bilmək məharətini göstərmişlər. Hətta bu həmin dövrdə ritual səciyyədə daşımışdır və xalq oyunları ibtidai insanların formalaşmasına əvəz edilməz əməllərindən biri kimi qiymətləndirilir. İbtidai insanlar formalaşdıqca onların oyunları da sadə formada mürəkkəb formaya düşür. Sağınbay Orozbakov, Moldovasa Musulmankulov, Bağış Sazanov ve Şapak Rısmendiyev'in Manas Destanı versiyonlarındaki müzik aletleri kullanım sıklıkları bakımından farklılık göstermektedir. Ancak genel olarak Manas'ın düğünü, Kökötöy naşı ve Çongazat bölümlerinde 4 versiyonda yer almaktadırlar. Bunlardan Sağınbay Orozbakov versiyonundaki çeşitli müzik aleti adları yaygın olarak kullanılmaktadır. Özellikle Büyük Sefer ve Pekin'e giriş bölümlerinde eşlik eden bir askeri müzik orkestrasının varlığı fark edilebilir. Antik müzik aletleri de bu versiyona daha çok aittir. Müzik aletleri 4 versiyondaki sıklık ve türlerine göre sınıflandırılmış ve aşağıda gösterilmiştir. 1 telli çalgılar, 2 nefesli müzik aletler, 3 vurmalı müzik aletleri ve 4 sallamalı müzik aletleri. Evet, burada resimde Manas Destanı'nın tematik dizini kitapları 7 kitaptan oluşuyor. Biraz bilgi vereyim. 2017-2022 yıllar arasında Bilimler Akademisi ile
Manas Üniversitesi birlikte proje yapmıştık. Orada da danışman olarak Profesör Doktor Kurmanbek hocamız bizimle çalıştı. Doktor Kaliye Kulaliyeva, ben ve bir de Tamara Abulkasımov hocamızla çalıştık. Bu dizini yaptığımızda 40 konu yer almaktadır. Yer su adları, hayvan, bitkiler isimleri, tıp malzemeler, eşyalar, gelenekler, atlar, yani vesaire gibi temalar yer almaktadır ve bir de müzik aletleri çalıştık. İşte bu dizini çalışırken 30 civarında müzik aletleri ortaya çıktı. Onların 20'si Türk halkları kullanılan müzik aletleridir. Onu da biz şimdi bilmeyen, bize belli olmayan antik bir eski müzik aletleri ortaya çıktı. Müzik insanoğlunun yaratılışından, başlangıcından, ilk gününden günümüze kadar insanoğlunun yaşam sürecini takip eden ve bu süreç boyunca da insanın tüm gelişimini hem etkileyen hem de gelişimini kopyalayıp gelecek nesillere aktaran bir bilim dalı olarak yorumlayabiliriz. Maslow'un hiyerarşiler basamağı zincirinden bildiğimiz üzere müzik tarih öncesi çağlarda ilk insanlarda ihtiyaçlar sebebiyle ortaya çıkmış. Büyü, korku, doğaya karşı reaksiyon, tepkileme. Bundan dolayı oluşmuş ve malumunuz Maslow'un hiyerarşi zincirinin en üst tabakasına kadar ta ki felsefeye kadar insan duygusunun en estetik biçimine kadar yükselmiştir. Müzik kültürü insanlığın gelişimiyle devam etmiş dedik ya, süreç içerisinde de tarihsel süreçte de toplumlar müziği ihtiyaçlarına göre kullanmış, sonrasında tamamen sanat boyutuna taşınmış. Son yüzyıllara kadar bu böyle sanat anlamında gelişimler göstermiş, bunun için ürünler verilmiş ve dönem özelliklerine popüler olana uygun olarak şekillendirilerek değişik biçimlere bürünmüş ve günümüze kadar gelmiştir. Fakat günümüzde bazı ihtiyaçlar doğrultusunda artık sanat, müzik insanların ihtiyacı olan siyaset, devletlerin birbirleriyle olan mücadelesi, politika bunun içinde bir araç olarak kullanmaya başlanmıştır. Türk müzik kültürünün çok önemli bir teması olan, rol modeli olan Kelbali Ali Dede ve diğer onun gibi Türk müziğinin önemli nişaneleri, onun devamı için, Türk müziği kültürünün devamı için çok önemli rolleri olmuştur. Fakat bu rolü için biz bu rolü neden bilmeliyiz, ne için kullanmalıyız, bu süregenlik ne için olmalı? Türkler tarih boyunca, tarihin varlığından bu yana var olan çeşitli coğrafyalarda, değişik yüzyıllarda farklı adlarla, farklı şekillerde, farklı topluluklar halinde gelişip günümüze kadar dünyanın hemen her yerinde bulunan bir topluluk olarak dolayısıyla farklı coğrafyalarda ve farklı yüzyıllardaki etkileşimlerinden dolayı müzik kültürü çok çeşitli sahalara yayılmış ve çok zenginleşmiştir. İlk dəfə Kür sözünü biz 11-ci əsrdə yaşayıb yaratmış, görkəmli türk alimlərinin biri olan Mahmud Qaşqarinin Divan Lüğət Türk lüğətindən bu sözə rast gəlirik. Daha sonra isə bir sıra tədqiqatçılar bu haqda müəyyən araşdırmalar aparmış və Kür sözünün müxtəlif məna çalarlarını əsərlərdə qeyd ediblər. Araşdırmalar göstərir ki, Kür ilk növbədə Mərkəzi Asiya və Volqa boyu türklərinin musiqisində həm üslub, həm də janr kimi öz əhəmiyyətini qoruyub saxlaya bilib. Lakin daha çox ərəb-fars təsirinə məruz qalmış türk xalqları isə bu anlayışı hava, məqam, makam anlayışları ilə əvəz etdilər. Orta mövqedə duran özbək musiqisində isə Kür sözü musiqi termini kimi işlədilsə də, lakin həmçinin melodiya və hava mənasında daşıyır. Rəvayətlərə əsasən Kürün yaradıcısı Dədə Qorquddur və bu Dədə Qorquddur və xalq arasında Dədə Qorqudun kürləri Qorqud küyü, Qorqud makamı, Qorqud musiqisi kimi tanınır.
Dədə Qorqudun kükləri özünə məxsus formaya, struktura malikdir. Onun kükləri təkrarlanır və bir növdə ağıya bənzəyir və özünə məxsus xüsusiyyətlərindən biri də odur ki, Dədə Qorqudun kükləri improvizasiya olaraq ifa olunur. Az əvvəl də vurğuladığımız kimi, kü Qazax, Qırğız, Tatar, Başqırd xalqlarında mövcuddur və Qazax və Qırğızlarda kü instrumental musiqidir. Deməli, kü Qazaxlarda hələ kü adlanır və Qırğızlarda isə bu küdür. Azərbaycan folkloru tarixində isə Elxan Məmmədli, Məhərrəm Qasımlı, sonra Azad Nəbiyevin açıq yaradıcılığı və janrların təsnifi ilə bağlı olan monoqrafiyalarında kü ilə bağlı geniş araşdırmaları var. Mənə maraqlı olardı ki, sizin bu araşdırmalardan xəbəriniz varmı? Yəni, istinad etmişsinizmi? Çünki siz tədqiqat işinizdə qısa məqalədə məlumat verdiniz ki, Mahmud Kəşxaridə buna rast gəlirsiniz. Demək, siz ədəbiyyatla istinad edirsiniz və etməlisiniz. Bəli. Demək, Azad Nəbiyevi, Məhərrəm Qasımlı. Məhərrəm Qasımlıda onu görmüşəm, amma ki, digərlərinin Elxan Məmmədli, Azərbaycan Folklor Institutuna yaxınlaşsanız, akademiyanın, orada var onların kitabları. Elxan Məmmədlidir, bir də Azad Nəbiyev qeyd elədik, yəni belə. Demək, istinad edə bilərsə baxan. Çox maraqlı mövzudur. Məhərrəm Qasımlı xüsusi Azad Nəbiyevin də geniş araşdırması var, aşıq sənəti ilə bağlı. Orada ətraflı və kü musiqisi haqqında var, bəli. Mahmud Kəşxariyə də toxunur. Çox sağ olun. Bizdə Koroğlu cəngisi deyirik. Eyni, onun istəyir ki, elə hal-hazırda Koroğlu cəngisi müəyyən mənalarda biz əsasən də bu xalq mahnılarında. Ola bilsin ki, o halkünlü, yəni nə olar, melodiyasını. Melodiyasında, elə onu orada müqayisə eləmişdir. Koroğlu cəngisi və kü. Koroğlu dastanında, bir də Manas dastanında küyün əlaqələndirilməsində orada maraqlanmışdır. Bir də Sevinç xanım dediyi kimi, orada həmin ədəbiyyat istinad etmişdim ki, yəni bu bizdə də araşdırma aparılır, hər iki xalqın, Türk xalqının folklorunda mövcuddur, müxtəlif adlarda olsa. Azərbaycan aşıqları ulusal söz sənətimizi nəsildən nəsilə yaşadaraq bugünümüzə çatdırmışlar. Aşıq sənəti hər bir regionda özünə məxsus xüsusiyyətləri ilə seçilmişdir. Bu baxımdan Qarabağ aşıq mühiti klassik ənənələrə söykənərək spesifik yaradıcılıq və ifasılıq yolu ilə fərqlənən aşıqlar yetişdirmişdir. Dövr zamanında Qarabağda və ətraf ərazilərdə elə bir toy-düyün olmayıb ki, orada milli musiqi alətlərimizdən olan qara zurna, balaban, bərgeç, dərəb, saz səslənməsin. Belə alətlərdə ifa edən sənətkarlar xüsusən Abdacılaqlı kəndində yaşanmış, təkcə Qarabağda deyil, Qafqazın ayrı-ayrı bölgələrində uğurla çıxış etmişlər. Tarihin şifahi xalq ədəbiyyatında Abdacılaqlı kəndinin adı çəkilir. Buranın aşıqları haqqında maraqlı məlumatlar verməklə yanaşı, bu kəndin böyük aşıqlar ocağı olduğunu göstərilir. Qarabağ aşıq mühitində əhəmiyyətli ərazi kimi tanınan Abdacılaqlı kəndində Aşıq Nəcəfqulu, Aşıq Hüseyin, Aşıq Muxtar və Aşıq Mahmud Əkbəri yalnız aşıq olmaqla kifayətlənməyib, həm də aşıq havaları bəsləmişlər. Mahmud Əkbərinin yaratdığı uzundərə rəqsi havası bu gündə ifa olunur. Həmçinin Aşıq Həsən, Aşıq Qaraş, Aşıq Əliş, Aşıq Məhəmməd, Aşıq Baxış, Aşıq Nəhi, Aşıq Zülü, Aşıq Oruç, Aşıq Balakişi, Aşıq Lətif və Lələkçi kəndin zurna və balaba ustadları kimi tanınmışdır. Mənim mövzum da bugün qımqımalarla bağlıdır. Qazax aşıq mühitinə məxsus olan qımqımalar. Və qımqımalar əslində mızıltı, insanın dilinin, nənələrin dilinin altında bir layla, bayaqlı, oxşama, əzizləmə. Amma bu zaman bəzən mövzusun dəyişir. Bu mövzusun dəyişməklə biraz aşıq tərzi, aşıq yönündə bir aşıq əgər mızıltı ilə qımqıma söyləmirsə, ondan aşıq olmaz. Aşıq adı çox ustad, dəyərli aşıqlarımızdan biri olub. Bir gün həyat yoldaşına deyir ki, ay arvad, heyvanı çölə otarmağa, kiməsə novat deyirlər el arasında, mən aşıqların birində danışacağım. Onu qatmağa gedəndə, bir bax gör bizim bu Ələddin sənlə getsin, gəlsin yanaşır. Deyirlər ki, nə ihtiyac var Ələddinin gedib gəlməyinə? Özüm 2 dəqiqə ötürüb gələcəm, evin arxasıdır. Deyir, yox, sən Ələddin özündən. Gedib gələndə soruşur ki, arvad, Ələddin yolda bir qırınqıma deyildirmə, bir mızıldandı mı? Deyir, yox, ay kişi, lal getdi, lal gəldi. Çağırıb deyib, ay bala, səndən aşıq olmaz. Aşığın ruhu olmalıdır. Aşığın o sənətə vücudən, bədənən, ruhən sevgisi olmalıdır. Əgər bu sevgi səndə yoxsa, səndən aşıq olmaz. Sən aşıqlığı bacarmayacaqsan.
Bu ustad-şərait münasibətlərində ustadın bir şəiri seçmə bacarığı deməkdir. Eləcə də qımqımalar tam məclisin ortasında deyil, arxa planda, ciyər axşamında və yaxud da kişilərin bəzən oturub bir çay içib söhbət elədiyi bir məqamda söyləndir və səbəbi var, niyə söyləndir? Biraz özünü təhqirdir, biraz özünü tənqiddir, biraz özünə əslində ironiya ilə deyilən sözlərdir. Məsələn, son dövrlərdə bəlkə də sosial şəbəkələrdən hamımızın qabağımıza çıxıb, görüm qaynanan ölsün. Əgər səninki də mənimki kimi olacaqsa, qaynanan ölsün. Sənin pullu nənən ölsün. O pullu nənənin sandığından ölsün deyəndə pis mənada demirlər. Ona bir şirinliklə yaxınlaşmaq mənasında deyirlər. Demək, bu deyir ki, pullu nənən sandıqdan pul çıxardacaq, biznesmen nənən sənə yardım edəcək, sən irəli gedəcəksən. Axı, indiki gənclərin çoxsunun gözü zarafatla nənənin pensiyasındadır. O təqaüdündən alacaq, mənə verəcək, mən ondan istifadə edəcəm. Bəzilərində isə hətta özünü tənqid, bu qədər çox içmə, içkiyə meyilli olan insanların özü də gülür. O qədər onu biraz da humoristik, amma elə gözəl gedişlərlə gedir ki, insan gülür, özünə aid olur, amma hiss eləmir. Sovet dövründə aşıqların Leninə, partiyaya, Stalinə əcr olunmuş yerləri üstünlük təşkil edirdi. Mövzu baxımında da daha çox zəhmətkeş insanın tərənnümü, kolxoz həyatı kimi mövzular təbliğ olunurdu. Sovet ideologiyasının əsas hədəflərindən olan kommunizmin xalq körlərə çatdırılması, təbliğatı üçün xalq aşıqlarına artıq yeni vəzifələr təyin olunmuşdu. Bu dövrəmdə aşıqlar ancaq sözlü mədəniyyətin daşıyıcıları deyildi, onlar eyni zamanda təbliğatçı rolunu oynayaraq xalq kütlələrini mövcud hakimiyyətin ideologiyası, sosialist ideallar yoluna yönləndirirdi. Belə bir mühitdə Mikayıl Azadlı kimi xalq aşıqlarının yaradıcılığı həm milli dəyərlərin qorunması, həm də Sovet siyasi rejiminə qarşı mənəvi müqavimət göstərmək baxımından böyük əhəmiyyət daşıyırdı. Mikayıl Azadlı 20-ci əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biridir. O, qarib aşıq mühitdə məxsus bir sənətkar olmuşdur. Bütün yaradıcılığı boyu bu aşıq mühitinin ənənələrinə sadiq qalmış, onları qoruyaraq inkişaf etdirmiş, tüm varlığı ilə xalqına onu yetirən tələbaya bağlı olmuş və yaradıcılığında daim xalqın arzu və istəklərini tərənnüm eləmişdir. Saksafon bundan, Albert Sachs bundan esinlenerek yapıyor. Çünkü o zaman metal bir şey yok. Bu var. Üst hisse klarnet kimi, aşağı hisse saksafon. Aynen, aşağı saksafon. Bravo. Saksafon. Ama saksafonun atası, yani ilk bu var. Yani yukarı hissede klarnet kimi değil, yukarı hissede saksafon. Evet, evet. Evet, aşağı ve yukarı hisseler saksafonu Evet, hatırlar. zaten Orta hisse eski klarnet. enstrümanlarda şuraya bakarsanız, fagot, oboa, falan, onlar hep böyle koran gibi falan. Böyle bir yapı var. Ben kültürü koruyan taraftayım. Yanlış anlaşılmasın. Bizde de öyle. Çerkez'in köye gidiyoruz. İşte bir düğün oluyor, apsıva oynanıyor. İşte öyle tamam güzel. Ama mesela aynı akordeon, Şamil amca var işte çalar akordeon. Ama bir yere gitmiyor yani. Ya 200 sene sonra aynı şey mi olur? Tamam da yani onu mesela o armoniyi birazcık daha geliştirebiliriz, bir şey yapabiliriz yani. Bu kültürü bozmak değil yani. Değil. Anlatabiliyor muyum? Bunun peşinde olan bir sürü de tenkit alacak, sıkıntı alacak bir kafa yapısından devam ediyorum ama bunun vesilesiyle eşit güzel bir şey çıkıyor. En azından çocuklar için. Gidişat çünkü Çok teşekkür ederim. Kusura bakmayın ya uzattım. Yani enstrümanı da çalamadım ama yapıyorum. Tədqiqatımızdan aydın olan əsas nəticə ondan ibarətdir ki, Qərbi Azərbaycan el aşıq poeziyasında təbiət təsvirləri atarıcı mövqeyə malikdir. Təbiət təsvirləri içərisində tərənnüm olan obyektlərdən ən birincisi dağlardır. Dağlar Qərbi Azərbaycan sənətkarlarının poeziyasında sadəcə təbiət obyekti kimi deyil, canlı varlıqlar kimi tərənnüm və təqdim olunur. Bununla bağlı gəldiyimiz əsas qənaətə görə xalq inanclarının, ənənəvi düşüncənin çox güclü olduğu bu regionda dağların əski dağ kultu mifik düşüncəsi ilə bağlıdır. Bu cəhətdən belə hesab edilir ki, Qərbi Azərbaycan el aşıq poeziyasındakı dağlar obrazının bütün poetik semantikasının dağ kultu inancları, mifik görüşləri ilə əlaqədar tədqiq etmək daha doğru istiqamətdədir.
Çatdı boynunda çox arzumuza, yetişirik neçə mətləb miraza. Qurtarmaz tərifin min şair yaza. Sən yüzdə gözəlsən, mində gözəlsən. Sərvətli, qiymətli, zərli məskənin, ürəyin, istəyin, cismində canım. Ey qızıl torpaqlı Azərbaycanım, gəzmərəm sinəndə, yendə, gözəlsən. Göründüyü kimi Aşıq Sadə xalq yaradıcılığı dilində yaratdığı bu gözəl bu nümunədə Bakının orijinal saytının təsvirini göstərmişdir. Həm Səmədovun şeirində, həm də Aşıq Şəmşir şeirində bir oxşarlıq vardır. Azərbaycan musiqi alətləri içərisində nəfəsli alətlərin bu diyarda səslənməsində tarixi çox əvvəlki dövrlərə gedilmişdir. Belə ki, Naxçıvanın Ordubad rayonunun Nəsirvaz kəndindən 7 kilometr aralıda olan Cəmiqaya təsvirlərində demək, bir çox orada rəqs nümunələri var. Yəni orada iki templi rəqslər rast gəlmək olur, ağır templi və makif pantomimik rəqslərə də rast gəlmək olur. Burada demək, Cəmiqaya təsvirləri içərisində kollektiv rəqslə yanaşı solo konsertlər də təsvir olunmuşdur. Son dövrlərdə demək, bu ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölgəsinin Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Nizami Aliyevin axtarışları çox gözəl nəticələr vermişdir ki, burada ilk kitab olaraq Nizami Aliyev tərəfindən burada simli alətlər təsviri var, kollektiv rəqs təsvirləri var və çox uzun dövrlərdən bu günə dək isti günəş altında qalan, güclü şaxta altında qalan qayaların üzərindəki bəzi təsvirlər pozulsa da, yəni biz musiqisi kimi onlarla bir araya gəldikdə, biz burada nəfəsli alətlərində təsvirlər rast gəlmişik. Aşıq Kamil Zülfüqarovun özünü yetirmələri arasında Aşıq Ağababa Bədəlov tanınmışdır. Ağababa Bədəlov öz xatirələrində qürurla Aşıq Kamilin şagirdi olduğunu vurğulamış, Aşıq sənətinin sirlərini ustadı Kamil Zülfüqarovdan öyrəndiyini göstərmişdir. Belə yazırdı. Mən Aşıq Kamildən çox şey öyrənmişəm. Sazlı çalıb oxumağı, ifa etməyi mənə ustadım Aşıq Kamil öyrədirdi. Hörmətli Lalə xanım, hörmətli İlhan hocam, hörmətli Ərtəgin müəllim, əziz simpozium iştirakçıları, dəyərli qonaqlar, əziz həmkarlar, mən sizin hər birinizi yenidən Folklor İnstitutunun adından və öz adımdan salamlayıram və düşünürəm ki, bu 2 gün ərzində biz kifayət simpoziumun qarşısına qoyulan hədəflər müəyyən mənada qarşımıza qoyduğumuz məqsədlərə nail olduq. O mənada, müəyyən mənada deyirəm ki, elmi məsələlərin həlli bir konferansla, bir məqalə ilə, bir tezislə həll olunmuş. Elmi məsələlər müzakirədə, dartışmada, çəkişmədə, polemikada həll olunur. Və bu tipli simpoziumların, çağırışların əsas mənası elmi ideyaları elan eləmək, bir yerdə, bir problem ətrafında düşünmək və problemlərin cari məqamda həlli üçün müəyyən yolların axtarılması, aşkarlanmasıdır. Və bu baxımdan düşünürəm ki, həm açılış tədbirində bizim hörmətli akademik İsa müəllim Həbibbəylinin və açılışda olan natiqlərin qeyd edildiyi məqamlar baxımından, eyni zamanda dünən davam edən panel iclaslarındakı qoyulan məsələlər baxımından və bugünkü elmi panellərdə müzakirə olunan məsələlər baxımından biz konferansın türk dünyasının ənənəvi musiqi mədəniyyəti və mədəni kimlik kontekstindəki bir sıra problemlərinə diqqəti cəlb eləməyə nail olduq. Eyni zamanda dünən tədbirimizin
ikinci hissəsi, bədii hissəsi də düşünürəm ki, çox uğurlu alındı. O mənada ki, Türk dünyasının müxtəlif güşələrindən, diyarlarından gələn və hər birisi öz milli koloriti ilə, öz milli musiqi rəngi ilə orada o palitranı yaratmağa nail oldu. Və bu tədbirin ən böyük vəsiləsi, ən böyük xidməti məncə Çalvalı Əli Dədə irsinin, Çalvalı Əli Dədə məktəbinin bir qədər də miqyasını genişləndirmək, onu Azərbaycan deyil, daha geniş Türk dünyası kontekstində, çərçivəsində maçtabını genişləndirmək mənasında onu tanıtmaq, bu irsi təqdim etmək mənasında biz qarşımıza qoyduğumuz hədəfə nail olduq. Mən bu tədbirdə üzürlü səbəbdən akademiya rəhbərliyi iştirak eləmir, amma İsa müəllim mənə tapşırdı ki, onun salamlarını və onun tədbirlə bağlı təəssüratlarını da sizə çatdırım. Dünən açılış tədbiri, ardınca da bədii hissə ilə bağlı İsa müəllim mənə dediyi sözü çatdırıram ki, çox uğurlu tədbir oldu. O mənada ki, bütün Türk dünyasını əhatə eləmək və bütün Türk dünyasının dəyərli alimlərini, tədqiqatçılarını, sənətçilərini burada dəvət etməklə bir hədəfə, bir problemə nəzər yetirmək baxımından simpoziumun işi çox uğurlu alındı. Və mən bir daha bizim tərəfdaşlarımıza, həm Milli Konservatoriyaya, şəxsən Kamilə xanıma və burada iştirak edən dəyərli Lalə xanıma, həm bizim Azərbaycan Milli Akademiyası Memarlıq İncəsənət İnstitutunun rəhbəri, akademiyanın müxbir üzvü Ərtecin müəllimə, həm professor Erhan Özdən hocamıza, həm Qars Qafqaz Universiteti Dövlət Konservatuarına və onun burada təmsil olunan əməkdaşlarına, həm bizə bu proseslərdə yaxından dəstək olan digər partnyorlarımıza, Beynəlxalq Muğam Mərkəzinə, həm Union Printing Qrupa, həm müəllif hüquqları uğrunda ictimai birliyə, şəxsən onların rəhbərliyinə öz minnətdarlığımı, Folklor İnstitutunun minnətdarlığını, təşəkkürünü, akademiya rəhbərliyinin təşəkkürünü çatdırıram və düşünürəm ki, bağlanış iclasına başlaya bilərik və biz bağlanış iclasında həm burada təmsil olunan tərəfdaşlarım, həm də panellərdə müzakirə olunan mövzularla bağlı panel rəhbərlərini də belə müəyyənləşdirək ki, 5-7 dəqiqə həcmində, necə düşünürsünüz? 5-7 dəqiqə həcmində Ərtecin müəllim dəyərləndirmələrə qulaq asaq. Və ilkin olaraq mən sözü akademiyanın müxbir üzvü, Memarlıq İncəsənət İnstitutunun direktoru Ərtecin Salamzadəyə verirəm. Ərtecin müəllim, buyurun. Mən düşünürəm ki, bu günlərdə keçirilmiş, yəni dünən və bugün keçirilmiş simpoziumunun aktuallığı, vacibliyi bir mənalıdır. Çox önəmli bir aktual mövzusu var, istiqaməti var. 43 ya 44 Türk mədəniyyəti var, Türk kültürü var, yəni milli kültürü var. Lakin bunlar hepsi, bunlar hamısı Türk mədəniyyətidir, Türk kültürüdür və vahid bir Türk dünyasını təşkil edir. Və artıq simpoziumun həm açılış mərasimində, həm də çıxışlarda, panel diskusiyalarda, məruzələrdə Türk xalqların, Türk millətlərin ənənəvi musiqi, müxtəlif problemləri müzakirə olunub. Bu haqda çox maraqlı, çox interesan bir fikirlər söylənib və həqiqətən də ənənəvi musiqi, ənənəvi türk musiqisi bütövlükdə götürsək, ənənəvi türk sənəti məhz həmin bu türk dünyasının, elə türk kimliyinin bir göstəricisidir, bir yenə də əgər o İngilis dilində və yaxud ki, Latın dilində gəlmə sözünə identity, yəni identifikatoru kimi qəbul oluna bilər. Mən çox ümid edirəm ki, bu simpozium, bu birinci, bu konuda, bu mövzuda olan birinci simpozium
uğurluq keçdi və mən ümid edirəm ki, bu artıq ənənəvi hal olacaqdır. Və bu çox yaxşı, çox iyi, çox gözəl bir başlanğıcdır. Mən bütün simpoziumun iştirakçılarını daha doğrusu katılımçılarını ürəkdən təbrik edirəm bu münasibətlə və burada tərəfdaş olan, həm təşkilatçı olan, həm Azərbaycandan olan təşkilatların, həm Türkiyədən olan universitet və elmi mərkəzlərin, həm digər bizim Qazaxıstandan, Özbəkistandan, digər Türk dövlətlərdən bu simpoziuma qatılmış, iştirak etmiş mütəxəssislərə, alimlərə dərin təşəkkürümü bildirirəm və o ümidlə ki, bu simpozium artıq ənənəvi hal olacaq və yenidən bu mövzuda, bu konuda keçiriləcək. Yeni görüşlərə qədər bax bu sözlərlə sizlə vidalaşıram. Sağ olun, var olun. Sözü indi isə Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşünaslıq elmləri doktoru Lalə xanım Hüseynovaya verirəm. Buyurun. Xoş gördük, hörmətli həmkarlar, əziz dostlar. Mən də icazə verin. Bütün iştirakçıları bu simpoziumun başa çatması münasibətilə təbrik edim. Əlbəttə, çox vacib bir ilkə imza atılıb. Öncə mən təşəkkürümü bildirmək istəyirəm bütün təşkilatçılara, yəni bu işə öncə dəstək olanlara, ilk növbədə Azərbaycan Milli Elmlər Akademiyasına və Folklor İnstitutuna, Hikmət müəllim sizə bu işdə xüsusi səy göstərdiyinizə görə Milli Konservatoriya olaraq biz də öz əlimizdən gələni etdik. Bəlkə də bundan daha çox edə bilərdik. İnşallah bu simpoziumun mən bildiyim kimi davamı olacaq. Çünki bu həqiqətən də çox vacib bir məsələdir və Türk xalqlarının bu saat birləşmə prosesi gedir. Müxtəlif qurumlar yaranıb artıq və biz bir-birimizə daha yaxından təmas etməliyik, daha yaxından bir-birimizi tanımalıyıq və bu barədə musiqinin əlbəttə rolu çox böyükdür. Musiqi janrlarının eyniliyindən, paralelliyindən bizdə çox danışılır və bu da düzgündür. Çünki bütün Türk xalqlarını birləşdirən vahid musiqi dəyərləri var. Musiqi alətlərindən başlanmış janrlara qədər epik yaradıcılıq, aşıq yaradıcılığı bütün Türk xalqlarında var. Bu da bizim türklüyümüzü birləşdirən əsas cəhətdir. Epik yaradıcılıq, dastan yaradıcılığı, çünki Türklər öz tarixlərini burada yazıblar, öz kimliklərini burada təcəssüm etdiriblər, öz düşüncə tərzini ortaya qoyublar və bu çox önəmlidir. Və biz bu dəfə Kalvalı Əli Dədənin, böyük musiqiçinin, yalnız Azərbaycanın deyil, bizcə bütün Türk dünyasının çox böyük bir musiqi ifaçısının, musiqi bəstəkarın, yəni bəstəkarın, çünki o ancaq ifaçı olmayıb, artıq deyil, böyük ustad olub, onun çoxlu bəstələri var, tam belə özünü şəkildə göstərmiş bir musiqi xadimidir. Onun ətrafında biz bütün bu söhbətləri apardıq və əgər siz həm plenarda olan mövzular, həm də müxtəlif sessiyada olan mövzulara baxdınızsa, burada ən müxtəlif aspektlərdən deməli bu məsələyə, musiqi türkologiyasının məsələsinə baxılıb. Və mən inanıram ki, bundan sonra gələn deməli simpoziumlar, mən artıq eşitmişəm ki, bu simpozium Türk xalqlarının, müxtəlif Türk xalqları tərəfindən keçiriləcək, yəni müxtəlif Türk dövlətlərində baş tutacaq. Azərbaycanla başlanıldı və necə deyərlər, gəzəcək bu simpozium. Müxtəlif ölkələri və təbii ki, çox vacib məsələlər, toxunulacaq vacib məsələlərə. Və inanıram ki, həqiqətən də musiqi türkologiyasının inkişafına bu simpoziumun çox böyük təfəssü olacaq. Əlbəttə, simpoziumun dəyərləri bu gündən sonra bilinəcək, çünki materiallar çap olunacaq, biz onları diqqətlə öyrənəcəyik
yəni onlardan bəhrələnəcəyik və öz elmi əsərlərimizdə də istifadə edəcəyik və bir məqama da toxunum ki, bizim üçün, Milli Konservatoriya üçün 2 qat əhəmiyyəti oldu bu simpoziumun, çünki bir gün biz Milli Konservatoriyada hörmətli rektor Ankara Gözəl Sənətlər Universitetinin rektoru Erhan bəylə memorandum imzaladıq və bizə çox xoş oldu ki, bizim aramızda belə gözəl münasibətlər qurulacaq, yaxından sıcaq bir münasibətlərimiz olacaq və biz bax bu Türk xalqlarının yaxınlaşmasına bilavasitə gəncləri cəlb edəcəyik ki, onlar bu ənənəni daha dərindən öyrənsinlər. İndi istəyirəm sözü elə professor doktor Erhan Özden hocamıza verim. Buyurun. Ne için geldik? Kalvalı Ali Dede için geldik. Kim bu Kalvalı Ali Dede? Bir hükümdar değil, bir komutan değil, efendim bir peygamber değil. Her yerden geldik ya, işte dünyanın pek çok alanına. Bu adam bir gönül fatihi, gönüller fatihi. Azerbaycan'ın sesi, Kırgızistan'ın sesi, Türkiye'nin sesi. Balaban'da çığır açmış, bir ekol oluşturmuş biri. Ama balaban dediğimiz çalgı da benim atalarımın aşklarından, sevgilerinden, hassasiyetlerinden ortaya çıkmış bir çalgı. Dedemin dedesi 100 sene önce mey çalarmış. 70 sene, 80 sene önce. Belki de yolları bir şekilde Kalvalı Ali Dede ile bir yerde kesişti. O zaman şöyle bir durum var, tanımıyoruz. Yani biz birbirimizi biliyoruz ama tanımıyoruz. Türksoy, biliyorsunuz Türksoy 30 yıldan bu yana Türksoylu devletlerin, vatandaşlarının, yani bizlerin sesi soluğu oluyor. Kültürel, sanatsal anlamda çok güzel çalışmalar yapıyor. Türksoy Genel Sekreterliğinden, hocam dediler bir gün konuşma yapmanız lazım. Tamam dedim, 3 gün sonra bir konuşma varmış. Gittik, genelde Türksoy'da yaptığımız konuşmalar kültüre, sanata dair şeyler olduğu için ben hemen kabul ettim. İşte o günden bir gün önce akşam bu konuşmanın, o günkü programın afişi geldi. Bir baktım, Nurgise Tilensiyev hakkında konuşma yapacakmışım. Tanımıyorum Nurgise Tilensiyev'i. Aradım Türksoy'daki arkadaşlar, dedim ki ben tanımıyorum Nurgise Tilensiyev'i. Ben dedim kültür ve sanat anlamında genel bir konuşma yapacaktım. Hocam dediler artık yapacak bir şey değil. Yok, çünkü davetiyeler basıldı. Oturdum, başladım. Nurgise Tilensiyev efendim Kazakistan'ın çok önemli bir bestekarı, orkestra şefi. Ben de tabii bu sayede öğrendim. Çalıştım dersimi. Ertesi gün gittik. Yine böyle güzel, seçkin bir topluluk karşısında başladım konuşmaya Nurgise Tilensiyev hakkında. Ya 15 dakika sonra salonda bir duygusal an oluştu. Ben böyle Nurgise Tilensiyev'i 100 senedir tanıyormuşum gibi. Ben duygulandım. Herkes duygulandı. Konuşmadan sonra Kazakistan Büyükelçisi geldi, bana sarıldı. Hocam çok sağ ol dedi. Bir taraftan da kendi kendime şimdi sorguluyorum. Diyorum ki benim Nurgise Tilensiyev'i tanımam gerekiyordu. Ama tanıtmadılar bize. Peki tanıtmadılar. Bundan sonra tanımamamız için hiçbir engel yok. Ama nasıl tanıyacağız? Biz Türkiye Cumhuriyeti'nde Milli Eğitim Bakanlığı'nın yazdığı öğrencilere ilkokul, ortaokul, lise, denge okullardaki müzik kitaplarına artık Üzeyir Hacı Beyli'nin ismine yer veriyoruz. Aşık Alasker'in ismine yer veriyoruz. Ve önümüzdeki düzlemde Kırgızistan'ın, Kazakistan'ın, Özbekistan'ın, Türkmenistan'ın, kısaca Türk soylu ülkelerdeki bizim ecdadımıza, bize ses olmuş bu değerlerimize kitaplarımızda yer vererek öğrencilerimize, talebelerimize bunları anlatmakla yükümlüyüz. Sözü çox dəyərli, çox hörmətli sənətşünaslıq elmləri doktoru professor Abbasqulu Nəcəfzadəyə təqdim edirəm. Buyurun. Ben dünən çıxışımda da dedim, o təkcə ifaçı değildi. Alətlərin ağızlıqlarını özü düzəldirdi. İstər balaban, istər zurna, özü də tələbələrinə də verirdi. Bir baxır onun fizionomiyasına da, bilir ki, bunun üçün ağır və yaxud yüngül qamış düzəltməlidir. Orada da o
Üzeyir bəyin dediyi o tövsiyələrdən aparır. Səhərsi günü Üzeyir bəy dinləyəndə görürlər, bunlar hamısı tük kimi, eyni. Dünən başqa cür çalırdılar. Başqa cür deyəndə xaricdə idik də musiqidə biz. Ondan sonra dostlaşır Əli dayına, Əli baba ilə və onun, bilirsiniz də, dünən də dedim, çoxlu onun bizə məlum olmayan ifaları var. 100 il bundan qabaq, yəni, indiki texnika yox idi da, bilirsiniz də, fonovalik deyilən aparatlar, qurğular var idi. Bugün biz o fonovalikləri dinləyə bilmirik. Orada yazılan ifaları. Niyə görə? Çünki elə bir qurğu yoxdur Azərbaycanda. Gürcüstanda var, Almaniyada var. Bax, biz Xədicə Qayıbov olub 100 il bundan qabaq. Onun fortepianoda Rast muğamı ifa eləyib. Çox təəssüf ki, biz onu dinləyə bilmirik. Niyə qurğu yoxdur? Və Lalə xanım bilir də, onun bizdə Xan Şinskinin nəvəsi Məryəm xanım çox çalışdı ki, ona icazə vermədilər. Heç muzeydən çıxarmağa qoymadılar. Bu dedi ki, götürərik, aparıb Almaniyada ya Gürcüstanda, düzdür, bu da çox böyük xərclər tələb edir. Polad müəllim demişdi ki, yox, muzeydən heç bir gedər, itər, batar, saxlamış. Ona görə bu da problemlərimizdən biridir. Xahiş edirik sizdən konferansın nəticəsi kimi, simpoziumun nəticəsi kimi, bax, bu qurğu məsələsini həll eləmək lazım. Görəcək ki, orada Əli dədənin nə qədər bizə məlum olmayan ifaları var. Elə burada da çoxdur. Kartotekalar var, yazılar var. Bizim folklorşünas alimlər yazırlar ki, hə, filan şeydə Bülbülün ev muzeyində qorunur, saxlanılır. Növbəti oturum başqanı professor doktor, həm də gözəl dünən performansı ilə bizi valih elədi. Kubilay Gürbüz hocamız. Dünyada ne oluyor? Tabii ki fizik var, matematik var ve enstrümanların gelişim süreçleri de var. Klarnet de bunlardan biri sistem olarak ve bununla ilgili akustiğin de gelişimi ve kültürü koruyarak nasıl daha iyi sunabiliriz gibi gelişimler. Mesela mikrofon kullanıyoruz şu anda ve bu mikrofonların gelişimi de enstrümanların size daha sağlıklı bir şekilde gitmesini sağlıyor. Bunları konuştuk. Ben klarnet çaldığım için, klarnet en son, ben Fransız sistem çalıyorum. Ama dünyada her ülkede çalınan bir enstrüman. Benim dikkatimi çeken şey, mesela orkestra diyoruz, klasik batı orkestrası diyoruz. Onun bir enstrüman olarak görmeyi anlamak lazım. Çünkü akustik olarak yine çok gelişkin ve kültürü de içinde kullanabiliriz. Siz de keza aynı şekilde yapıyorsunuz. Çok sesli denemeleriniz var, çok kıymetli. Biz bunları konuştuk ve inşallah nasip olursa sizin çok kıymetli ve yetenekli öğrencilerinizle beraber güzel bir çalışma yapmak için ben çok hevesliyim. Sayın hocam Yavuz Selim Kafkasyalı profesör hocamla beraber de uzunca konuştuk onu akşamda. Yani şeref duyarım. Bununla ilgili bir sunumumuz oldu. Teşekkür ederim. Sağ olun. Növbəti panellərdən birinə Folklor İnstitutunun baş elmi işçisi professor doktor Ramil Əliyev rəhbərlik eləyib. Ramil müəllim, buyurun. Mənim təmsil etdiyim 5-ci oturumun 8 nəfərindən ancaq 3 nəfər iştirak edirdi. Buna baxmayaraq konferansın mövzusunun daha geniş şəkildə təsvir olmasını mən təsdiq edə bilərəm. Bu konferans həqiqətən də Azərbaycan milli kulturunun gəlişməsində rolu olan bir inkişaf mərhələsi olacaq və bu mərhələ özünün davamını da gözləyəcək. Məsələn, Segah İslam'ın sonra Xanəndənin Taleyi hekayəsində adı çəkilən məşhur müğənninin şərəfinə keçiriləcək belə musiqi məclislərinin, konferans məclislərinin sayının çox olmasını da arzulayıram. Təşəkkür edirəm hamınız üçün. Жалпы барыңыздарга терең ыраазычылык билдирүү менен ошо 7-ci отурумда өтө кызыктуу, өтө актуалдуу, көйгөйлүү, кызыктуу докладдар окулду деп айтсак болот. Анын ичинде музыкалык аспаптардын эпостарда колдонулушу,
жана ошондой эле улуттук аспаптардын музыкалык анализи сыяктанган. Андан сырткары жаңы реконструкцияланган аспаптар боюнча ошондой эле тамаша ырларынын азыркы заманбап колдонушу боюнча абдан кызыктуу докладдар болду. Доклад окугандарга терең ыраазычылык билдирем. Андан сырткары ошол отурумдун негизинде келечекте кызматташууга, мындан аркыдагы кызыктуу иштерди алып барууга биргелешип иштөө сунуштары киргизилди. Ошол себептен бул симпозиумдун алдыга койгон максатты толук камдоо ишке ашат деген ишенимдебиз. Уюштуруучуларына терең ыраазычылык билдиребиз. Барыңыздар, бар болуңуздар, терең ыраазычылык билдиребиз. Андан сырткары Hocam söylediklerini çevirelim. Hocam diyor ki bugünkü yaptığımız oturumda çok iyi bir enteresan sunumlar oldu. Orada da tamaşa hakkında, toyları hakkında bir de çok eski tarihi bir müzik aletleri hakkında bildiriler sunuldu. Bundan dolayı bizim amacımız da, işimiz de, fikirlerimiz de bir olarak yani gelecekte bir ortaya gelerek yeni projeleri, yeni işleri beraber yapacağız diye düşünüyoruz. Yani bu simpozyumu hazırlayan Bilimler Akademisi'ne, bir de Folklor Enstitüsü'ne de çok teşekkür ederiz, çok razıyız. Bir de Ali dedemizin de torunlarla tanıştığımıza çok memnunuz. Onlara da başarılar dileriz. Биздин Кыргызстанда маданият таануунун доктору, искусство таануунун кандидаты Чынар Темиркулова Абайалиеванын ушул эки кетебиндагы ушул сиздерге тапшырып коюуга уруксат этиңиздер. Sanat Bilimleri Dalı Profesör Doktor Çınar hocamızın kitaplarını götürdük. Bu da çok bir fundament olarak yani bazis bir kitaptı. Bundan da Kırgız kültürüyle tanışabilirsiniz. Ortakta Türk dünyasına ait olan ortakta müzik aletleri, müzikle ilgili konular var. Çox təşəkkür edirəm. Hədiyyələrə görə bizim üçün kitabdan gözəl hədiyyə yoxdur və o Qırğızstanı da əks elətdirən o tablo da bizim üçün ən dəyərli hədiyyələrdən biri olacaq. Minnətdaram. Bizim simpozium həm də onlayn platformada da davam eləmişdi dünən və bugün və onlayn platformada da 3 oturum, 3 panel müzakirəsi olmuşdu. Bu panel müzakirələrin rəhbərləri Dasent Sənətcan Sarıyev Özbəkistandan, Ozan Şiyar Ağdaşan o Almaniyadan qoşulmuşdu və Qazaxstandan da Dasent doktor Bekarus Nuriman onlar qoşulmuşdu və orada da müzakirələr onlayn formatda da müzakirələr aparılmışdı. Düşünürəm ki, həm bizim tərəfdaşların vurğuladığı məqamlar, həm panel rəhbərlərinin qeyd elədiyi panellərdəki müzakirələr bizim bir daha təkrar eləməyə özümə borc bilirəm ki, bizim qarşımıza, aylar öncə qarşımıza qoyduğumuz o hədəfə müəyyən qədər nail olmağımıza, nail olduğumuzu göstərir. Əlbəttə ki, elmin dərinliyi, elm bir dəryadır və orada nə qədər dərinliyə getsən, o intihasız bir dərinlikdir. Və düşünürəm ki, Lalə xanımın da bayaq vuruladığı kimi, hələ iş buradan başlayır və bundan sonra bu toplular, bu materiallar analiz olunacaq, təhlil olunacaq, Çalvalı Əli Dədə vəsiləsi ilə burada olan müxtəlif mövzular yenidən analiz olunacaq və bu neçə-neçə tədqiqatın, neçə dissertasiyanın probleminə çevriləcək. Və mən bir neçə təşəkkürlərimizi yenə çatdırmaq istəyirəm və bir nəfər də bir şəxsə də söz vermək istəyirəm. Bundan da biz bağlanış tədbirimizi yekunlaşdıracağıq. Bu proses, mən qısa deyim ki, proses, bu simpozium ideyası belə başladı. Bizim institutda çalışan Dasent Elçin Qaliboğlu, həm də Əli Dədənin nəticəsi İlhamə xanımla bu təşəbbüsdə gəldilər və biz ilkin nüvə halında bunu müzakirə elədik və təşəbbüs də Çalbalı Əli Dədə soyunun davamçısı Gündüz müəllim Əliyev tərəfindən gəlmişdi. Bu ideyanın müəllifi o idi. Burada bir məqamı demək istəyirəm.
istər elm sahəsində olsun, istər biznes sahəsində olsun, istər digər fəaliyyət sahələrində olsun, ziyalı milli aristokratiyanın gücü onda olur ki, o milli dəyərlərinə bağlı olur. Və mən düşünürəm ki, bax o milli ziyalılıq elitası hələ biz bu estafeti bizim böyük mesenant Üzeyir Hacıbəylinin Zeynalabdin Tağıyevin dövründən bilirik ki, onun elmə qayğısı, tələbələrin xaricdə oxumasına qayğısı və s. Şimdi bu fəaliyyətlər əslində bir biznes sahəsində çalışan, amma o milli elitanın intellektual, o maddi kapitalı intellektual kapitala çevirmək hədəfi idi və mən düşünürəm ki, bax Gündüz müəllimin də simasında, Zamiq müəllimin də simasında görülən iş bax bu iş idi və onlar bu tədbirin bütün ağırlığını, bütün maliyyə ağırlığını, bütün o təşkilatı ağırlığını və o bugün gördüyümüz bütün bu məhsulların, saf məhsullarının ağırlığını onların üzərində idi və bu proses indi səhnənin arxasında çox gərginliklər də olur, çox çətinliklər də olur, sadə başa gəlmir. Yəni ona görə də mən onlara şəxsən öz adımdan, Folklor İnstitutunun adından və düşünürəm ki, təşkilatçıların adından, tərəfdaşların adından öz minnətdarlığımızı bildirəm və istəyirəm ki, hər ikisi qalxsın ayağa, biz onları, bax, bütün hamımız alqışlayalım. Və indi istəyirəm ki, biz Gündüz müəllim öz münasibətini bildirmişdi o bədii gecədə, tədbirdə. İstəyirəm ki, indi müəllif hüquqları uğrunda o mübarizə ictimai təşkilatının rəhbəri, sədr müavini Zamiq müəllimə söz verim, o da öz fikirlərini bildirsin. Buyurun. Mən də hər kəsi salamlayıram. Öncəliklə sədrimiz adından da sizi salamlayıram. Və qeyd etmək istəyirəm ki, bu bizim üçün hər bir Azərbaycanlı kimi Azərbaycan mədəniyyətinə Üzeyir Hacıbəyevin bizə bayraqlar qoyduğu kimi mədəniyyətində ki, bir işin davamçısı kimi biz də əldə-dədən başladıq. İnşallah bu əldə-dəylə yox, digər adı məlum olub yaddan çıxan bəstəkarlarımız, mədəniyyət işçilərimizin tapılması, onların yaradıcılığının davamını gətirəcək inşallah. Təşəkkür edirəm, çox sağ olun. Bu tədbirin həm də bax bu günlər ərzində əziyyətini çəkən bir qrup bizim əməkdaşlarımız var. Folklor İnstitutunun əməkdaşları var. Bax bu panellərin təşkil olunması, gecə-gündüz 24 saatdır işləyən əməkdaşlarımız var. İstəyirəm ki, İlhamə xanım başda olmaqla hər biri ayaq üstə qalxsın və biz onları, bütün alimlər, təşkilatçılar çox təşəkkür edirik və burada eyni zamanda bizim folklor studiyası, eyni zamanda bizim fotoqrafımız və bizim o istiqamətdə fəaliyyətə dəstək verən istiqamət hamısı bu işə, bunun tarixləşdirilməsində, əbədiləşdirilməsində işlər görülüb və bilirəm ki, siz tərəfdən də bu işlər görülüb və bundan sonra artıq biz o tədbirdə qeydə alınmış, çəkilmiş, tarixin yaddaşına həkk olunmuş o materialları da rəqəmsal dünyada, internet dünyasında yerləşdirəcək ki, bundan sonra əbədi şəkildə bu tədbirlər xatırlansın. Bizim bağlanışla bağlı deyəcəklərimiz bu qədərdir, amma kiminsə, bax burada iştirak edənlərdən, kiminsə ürəyində sözü ola bilər, kiminsə bir fikri ola bilər, istəyirəm ki, onun üçün də İlqar müəllim İmamverdiyev, professor İlqar İmamverdiyev, siz də dinləyək. Buyurun. Bu söhbətlər mənim xatirələrimi yenidən oyatdı. 40 illik, 45 illik bəlkə də tarix olan sizin diqqətinizə çatdırmaq istədiyim məqamlar var. Demək, bayaqları sağ olsun professorumuz bir məsələyə toxundu ki, alətlər, gələcəkdə alətlərimiz üzrə də simpoziumlar olsun. 1992-ci ildə fevralın 17-sindən 23 arasında Qazaxıstanın Almatı şəhərində simpozium keçirilirdi alətlər üzrə. O vaxtı konservatoriyanın rektoru Hüseyn Kaçenov idi. Demək, Azərbaycandan Fəttah Xalıqzadə idi, Fuad Əzimov idi, mən idim, İlqar İmamverdiyev, bir də Süleyman Şenel, İstanbul Texnik Universitetinin dosenti.
Getdik ora və o alətləri orada gördüyümdə heyran qaldım. Dedim, nə olaydı? Çünki Sovetlər dönəmi yenidən qurtulmuşuq. Bu milli alətlərin, fərqli alətləri gördüm. Dedim, nə gözəl bir iş görmüş bu. Uzun illər keçəndən sonra Hüseyin Kasenov Türksoyun sədri olanda məni də dəvət eləmişlər. Mən də unutmuşam. Orada saz çaldığımı da bunun xatirəsində qalmış. İstanbulda Novruzla bağlı Fransaya gedəsiydik. Bir də gördüm kənardan biri mənə yaxınlaşdı. Dedi ki, sən Qazaxıstanda olmuşsan mı? Dedim, Qazaxıstanda olmuşam, özdə tarixinə deyəndə. Dedi, o vaxtımda mən rektor idim. Orada saz çalmışam, minlərlə adam, nə bilim, bilmirəm. Demək, Hüseyin Kasenovla olan o dostluğumuz, tanışlığımız elə başlamışdı. Sonra Türkiyə dəvət aldığım zaman Əli Qafqazyalının yardımı ilə, köməyi ilə ki, gəl sən burada Azərbaycan sazından, tarından, orada musiqi kulturundan. Oğlu da buradadır. Mənim not yazmağı ustadım, bax, Yavuz Səlim Qafqazyalıdır. O 74 kitabımın yazılmasının səbəbkarı da buradadır. Təşəkkür edirəm. Demək, Erzurum'da çalıştık. Sonra da Gaziantep'e geldiğimde orada hem tar dersini hem de ki saz dersini məqsəd koymuştuk. Ve kısmet elə oldu ki Babək Qurbanovla bizim profesörümüz, bir sirri de açım size. Geçen il 85 illik münasibətilə bir kitap yazırdım. Babək müəllimin məqalələrini incələdim, o kitaba qoymuşam. Sən demə, bizim bax bu aramızda oturan rektorumuz Erhan bəy, onun Babək müəllimin tələbəsidir. Onu da demək istəyirəm. Bax bu sürprizdə açıldı. Təşəkkür edirəm, var olasınız. Babək müəllimin xeyir duasını almış. Demək, Babək müəllimlə biz orada əl-ələ verdik və Türkiyənin məşhur sənətkarlarından, ustadlarından heykəli qoyulanda biz məsələni qaldırdıq ki, burada 3 böyük bizim şəxsiyyətlərimizin, musiqişünaslarımızın, bəstəkarımızın heykəlini qoyaq. Və Üzeyir bəy olmadı, Aşıq Ələsgər olmadı, Dədə Şəmşiri sübut elədi ki, yəni Aşıq Veysəllə barabar bu adamda və o heykəl orada qoyuldu. Erhan bəy, siz rektorsunuz. Mənim ürəyimdə olan o arzular Üzeyir bəylə Aşıq Ələsgərin heykəlini də sizin universitetdə o gözəl yerdə qoyulmasını sizdən təmənni edirəm. Daha önceki programlarda da Erhan hocamla, rektör hocamızla çok görüştük. Çeşitli proje fikirlerimiz var. İnşallah biz bunu hocam heykelle bırakmayacağız. Bunun canlısını yapacağız. Kültürü geleceğe aktarmak adına güzel şeyler yapacağız. Sözünü de aldık, sağ olsun rektörümüz bizi çok destekliyor. Benim de 2 sınıf üstüm, abim mi diyeyim, arkadaşım mı diyeyim, rektörüm mü diyeyim, çok seviyorum, kardeşimiz diyeyim. Hem de çok sayıyorum, sağ olsun Türk müzik kültürüne, Türkiye'deki en önemli sanat kurumlarının birinin başında olmasıyla çok güzel işlere imza atıyor. Hem de bizi yol açmış oluyor. Konuyu açmışken dedim ben de bir teşekkür edeyim. Erhan hocam sağ olun, sayın rektörüm, vekilim sağ olun. Size de çok teşekkür ediyoruz, sağ olun. Abbasqulu müəllim mənim qardaşımdır, doğma qardaşımdır. Bizim ailəmiz musiqiçilər ailəsidir və rəhmətli Baman Mahmudoğlu, rəhmətli Süleyman Ələsgərov bəstəkar, Rafiq Babayev rəhmətli. Bu şəxslər vaxtında bizim ailəmizdə mən ney ailətinə həvəs göstərdim, amma ixtisasım klarnet idi. Belə oldu, yazılarım yayılmışdı, belə günlərin bir günü Süleyman Ələsgərov mən tələbə ikən mənə dedi ki, sən belə ifa eləyirsən, biz istəyərik ki, sən bunu təkmilləşdirmə kursuna sən göndərək, gələcəkdə bizə lazım ola bilərsən və bizim bədxaq qonşuların qabağında biz daha da bir uğurlu iş görmüş olarıq indidən. Mən Daşkənddə orada oxuya-oxuya təhsilimi ora göndərildim
çox gözəl insanlar var idi. Baxdılar ki, bu şəxsə təkmilləşdirmə kursu elə bir artıq hazırdır bu və mənə tapşırıldı ki, əgər o kursun proqramını təhvil verərsənsə, biz eksterni həmin kursun tələbəsi kimi göndərə bilərdik. Şükür Allah, hamısı uğurlu oldu və mən hər zaman düşünürdüm ki, milli nəfəs alətlərini biz ali təhsil məktəbində olması yaxşı olardı. Şükür Allah, o qismət oldu və bizim dərs vəsaitlərimiz, iri həcmli əsərlər öz inkişafını tapdı. Belə ki, gəldi, o yerə çatdı ki, bizim müxtəlif balaban növlərindən alt, tenor, bas, dünənləri mənim tələbələrim çıxış elədilər. Xarı bülbül rəqsini işləmişdi, onu təqdim elədi və mən hər zaman konservatorda düşünürəm ki, o mənim öz şəxsi düşüncəmdir. Bax, buna görə bizim fikrimiz gənclərə dəstək olub, onları yetirməkdir. Eyni zamanda demirəm, amma məhz konservatoriya olaraq. Mən konsert vermək istəyərəm, gedib müəyyən konsert salonunda, amma bu gənclər özlərinin göstərisində biz onu hazırlayaq. Və o nöqteyi nəzərdən mən elə bu ansambl, indi inanın o qədər boşluq vardı ki, çünki bunların hamısının arasında mən gördüm ki, yəni bu sinif açıldı, belə-elə. İndi bir çox vaxtınızı almaq istəmirəm, mən arzu çox sevindirici haldır bu, çünki bu alətin sevdirməklə bağlı çox mühüm, dəyərsiz bir iş görülüb. Mən arzu eləyərdim ki, inşallah gələcəkdə bizim hörmətli prorektorumuz Lalə xanım demişkən, bunlar daha da vüsat tapsın, genişlənsin, belə bu kimi işlər. Yəni, milli nəfəs aləti ifaçılarının çoxalmasına bizim böyük ehtiyacımız var. Çox sağ olun. Və onu da qeyd etmək istərdim ki, Əli Dədənin davamçılarından biri də elə Ələk Bərəsgərovdur. Yəni, onun məktəbindən bəhrələnən və balaban, tütək, ney, hətta zurna alətini təkmilləşdirən bir insandır. Yeni alətlər düzəldən bir insandır və Azərbaycan üçün bu çox önəmlidir. Onun qoşa zurnası, yəni yeni müəllif hüquqlarını alıb, təsdiq olunub, onun 2 klapanlı balabanı, onun ləbimul klarneti və digər alətlər üzərində çox çalışıb. Və bunlar hamısı təbii ki, o tərkibdən, təməldən irəli gəlir. Öncə Əli bəy, ondan sonra təbii ki, onun davamçıları. Və onu da qeyd etmək istəyirəm ki, mənim üçün bu simpoziumda çıxış etmək niyə görə önəmlidir? Mən Əli bəyi çoxdan onun musiqilərini tanıyırdım, eşitmişdim, çox bəyənirdim. Hətta atamın ifasında onun Uzundərə bəstəsini də dinləmişəm, çox bəyənirdim mən o əsəri. Və indiyənə qədər mən bilmirdim ki, onun bəstələyən adam Əli bəydir. Baxın, nə qədər önəmlidir bu simpoziumların keçirilməsi və mən bir çox şeyləri öyrəndim. Yəni, araşdırmalar apararkən sağ olsun Elçin bəy ki, mənə bu yöndə istiqamətləndirib, bəzi məlumatları verib. Valla, mən qürur duyuram. Bir gün burada olmağımdan çox qürurluyam. Hər kəsə çox-çox təşəkkürlər. Belə simpoziumlar, möhtəşəm belə bir simpoziumların keçirilməsi çox önəmlidir. Həm Azərbaycan üçün, həm Türkiyə üçün, ümumiyyətlə Türk xalqları üçün çox önəmlidir. Çox-çox təşəkkür edirəm. Və sonda mən bizim bu ideyanı, bu təşəbbüsü ta başlanğıcdan bu günə qədər dəstəkləyən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbib bəyliyə öz adımdan, sizin adınızdan, bütün təşkilatçıların və tərəfdaşların adından təşəkkürümüzü bildiririk ki, bax bu ideyanın başdan sonacan dəstəklənməsində İsa müəllim çox həssas münasibət göstərdi. Bunun ən yaxşı həlli üçün nə dəstək lazımdırsa onları bizə verdi və mən İsa müəllimə sizin, bizim adımızdan təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun və ümid edirəm ki, burada da qeyd olunduğu kimi bu tipli tədbirlər, bu görüşlər yenə də olacaq. Hər birinizə can sağlığı arzu edirəm. Sağ olun. Sağ olun.